Kolibri, meşənin rəhli möcüzəsi. Dünyanın ən kiçik quşu olan kolibrilər təbiətin ən maraqlı canlılarından biri hesab olunur. Onlar o qədər balacadırlar ki, bəzən insanlar onları iri bir kəpənəklə səhv salırlar. Bu quşların lələkləri günəş işığı altında göy qurşağı kimi müxtəlif rənglərdə parıldayır. Kolibrilərin ən böyük fərqi onların havada bir nöqtədə asılı qala bilən yeganə quş növü olmasıdır. Onlar həm də geriyə doğru uça bilən dünyadakı tək quşlar kimi tanınırlar. Bu balaca qəhrəmanlar qanadlarını saniyədə təxminən 80 dəfə sürətlə çırpa bilirlər. Qanadlarının bu inanılmaz sürəti havada zəif bir vızıltı səsinin yaranmasına səbəb olur. Kolibrilər gün ərzində parlaq rəngli güllərin şirin nektarı ilə qidalanmağı çox sevirlər. Onların uzun və nazik dimdikləri çiçəklərin ən dərin hissələrinə çatmaq üçün xüsusi formadadır. Bu quşlar çox enerjili olduqları üçün hər gün öz çəkilərindən daha çox qida qəbul etməlidirlər. Enerjilərini qorumaq üçün gecələr bədən temperaturlarını aşağı salaraq dərin yuxuya gedirlər. Kiçik boylarına baxmayaraq, kolibrilər öz yuvalarını qorumaq üçün cəsur davranırlar. Yuvalarını adətən hörümçək torlarından və yumşaq otlardan toxuyurlar ki, bura çox elastik olur. Kolibrinin yumurtaları bir noxud dənəsi qədər kiçikdir və yuvada etibarlı şəkildə qorunur. Bu sevimli canlılar əsasən isti iqlimi olan meşələrdə və çiçəkli bağlarda yaşayırlar. Onların ürəyi bədən ölçülərinə görə dünyada ən sürətlə döyünən ürəklərdən biridir. Təbiətdə kolibrilər 300-dən çox müxtəlif növə malikdirlər. Bu quşlar çiçəkdən çiçəyə qonaraq bitkilərin tozlanmasına və təbiətin yenilənməsinə kömək edirlər. İnsanlar kolibriləri seyr edərkən təbiətin nə qədər zəif və rəngarəng olduğunu hiss edirlər. Hər bir kolibri təbiət zəncirinin çox kiçik, lakin ən vacib həlqələrindən biridir.